Salam uşaqlar. Bu günləri biz baxırıq have qaydamızın izahına. Have və have got. Hər ikisi mənacı vardır deməkdir, malik olmaq deməkdir. Var, malik olmaq. Hər ikisinin mənası deməli eynidir. Have və yaxud have got. Biri istifadə edildiyimiz yerdə digərini də istifadə edə bilir. Heç bir fərq yoxdur. Amma bunların təbii ki, sual və inkarı fərqlənir. Onu sonra izah edəcəyik. Birinci baxaq, have fe'ilimizin tək versiyasını. Have cəm fe'li sayılır uşaqlar. Has isə onun tək formasıdır. O da var malik olmaq deməkdir. Sadəcə biri cəmdədir, biri təkdədir. Have got-un da təbii ki, tək versiyası nə olacaq? Has got olacaq. Bu da vardır deməkdir. Keçmiş zamanı isə had olacaq. Var idi. Malik olmağın keçmişi. Had got-un isə keçmiş zaman forması yoxdur. Yəni had got forması ümumiyyətlə yoxdur uşaqlar. Bir var have got inci zamanda. Bir də var has got. Have isə həm inci zamanı var, həm inci zamanın təki var has, həm də keçmiş zamanı var had. İndi bunları gəl şəxs əvəzi ilə istifadə edək. Şəxs əvəzlər hansılardır? I, you, he, dəqiqə, she, it, we, they. Bunlar oldu bizim şəxs əvəzlərimiz. Bunlarla biz have has'i və yaxud have got has got-u necə istifadə edirik? Bunu bir qayda olaraq yadda saxlayırıq ki, I ilə hər zaman have olacaq. Bir də sual verə bilərsiniz ki, I təkdədir, nəyə görə have qoyduq? Have dedik, axı cəm formadır. I ümumiyyətlə uşaqlar həmişə cəm forma ilə işlənir, have ilə işlənir. I have və yaxud I have got. Hər ikisi mənim var mənasına gəlir. Mənim var. Mən malikəm, mənim var. Var olmaq maliklik. You ilə hər zaman yenə have olacaq və yaxud ona bərabərdir have got. Hər iki formanı istifadə edə bilər, yəni səhv bir şey yoxdur burada. He, she, it təkliyi bildirir, düzdürmü? Hər üçü o deməkdir təklikdə. Təkli ilə nə olur? Has olur. Və yaxud has-ə bərabərdir, has got. Hər iki forma doğrudur. We, biz, they, onlar. Bu arada cəmlikdir yenə, have-lə istifadə olunur. Have və yaxud have got. Hər iki halda doğrudur. I have mənim var, you have sənin var, he has onun var, she has onun var, it has onun var, we have bizim var, they have onların var və yaxud have got. Hər iki formamız doğrudur, səhv bir şey yoxdur. Gəlin bir dənə cümlə işləyək. Məsələn, mən deyirəm ki, mənim itim var. Cümlə başlayacaq I have ilə. Mənim var. Nəyim? İtim. It sözünü də sonra istifadə edim. I have a dog. Mənim itim var. Birinci gəldi mübtədamız, xəbərimiz, sonra da tamamlamamız. Və yaxud buna nə bərabərdir? I have got a dog. Eyni formada heç bir fərqi yoxdur mənalı birinə. I have a dog da deyə bilərəm, I have got a dog da deyə bilərəm. Heç bir məna fərqi yoxdur bir-birinə. Yəni bir-birinə sinonim ifadələrdir. Və yaxud deyirəm, onların dostları var. Onların dostları var deyəndə Azərbaycan dilində yelk əvəzi ilə istifadə edirik, düzdürmü? Deyə bilərsiniz ki, biz onda yelk əvəzində their qoyaq, onların deməkdir. Amma yox, ingilis dilində have və has şəxs əvəzlikləri ilə istifadə olunur. Deməli, onların dostları var. Yazırıq, onların var, yəni they have mübtəda xəbərimizi qoyduq. Nələri var? Dostları. Dost nədir? Frienddir. Dost da cəmlədiyimizə görə sonuna s əlavə edib cəmləyirik. They have friends, onların dostları var. Və yaxud they have got friends, onların dostları var. Eyni mənaya gəlir, heç bir məna fərqi yoxdur bir-birindən. Sonra, baxaq cümlədə şəxs əvəzini işlətmədən digər şəxslərlə mübtədamızı dəyişək işlədək. Dedi ki, have cəmdir, düzdürmü? Has təkdir. Deməli, mübtədamız cəmdədirsə, have yaxud have got, mübtədamız təkdədirsə, has yaxud has got istifadə edirik. Məsələn, deyirəm, Elnurun kitabı var. Elnurun var yazırıq birinci. Elnur var nədir? Have has. Hansını qoyuruq? Təki qoyuruq. Tək hansıdır? Has və yaxud has got. Elnur has və yaxud has got. Elnurun var nəyi? Kitabı.
Kitab da təhdə olduğuna görə təhdə yazırıq və qarşısına sayılabilən isim olduğuna görə artıqlı qoyuruq. Elnur has a book. Elnurun kitabı var. Elnur has got a book. Elnurun kitabı var. Eyni mənaya gəlir. Mübtədamız tək olduğuna görə xəbərdə nə də qoyduq? Təhdə qoyduq. Ümumiyyətlə bu s-lər həmişə təhliyi bildirir feildə. İsimli isə cəmliyi bildirir. Və yaxud deyirəm, uşaqların kitabları var. Uşaqların kitabları var. Cümlə nə ilə başlayacaq? Uşaqlarla, uşaqların var istifadə edirik. Mübtədamız uşaqlar. Sonra da xəbərimizi qoyuruq. Uşaqlar cəmdə olduğuna görə avtomatik hansı olacaq? Təbii ki, have olacaq. Children have və yaxud have got. Uşaqların var. Nəyi? Kitabları. Kitabları da neyinirik? Cəmləyirik. Children have got books. Uşaqların kitabları var. Children have books. Uşaqların kitabları var. Burada görürük ki, həmişə malik olmaq mənası ifadə. Yəni kiminsə nəyisə var anlamında. Ümumiyyətlə biz have has işlədəndə hər zaman kiminsə nəyisə var anlamında istifadə edəsiniz. Bir də var there is-lərə, onun növbəti dərsdə izahını verəsiniz. There is-lərə haradasa nəsə var deməkdir. Have has isə kiminsə nəyisə var mənasını gəlir. Yəni burada maliklik söhbət olmalıdır. Və yaxud deyirəm onun quyruğu var. Onun quyruğu var deyəmsə, hər halda heyvan nəzərdə tuturam da. O da olacaq orta cinsdə, düzdürmü? It, onun var deyirəmsə, it has ilə işləyəndə, düzdür? Quyruq nədir? Tail. It has a tail, onun quyruğu var. Artıq burada da görürsünüz, cansızın, daha doğrusu heyvanı ifadə edir və ingiliscəsində bu orta cinsdə istifadə olunur. Bu belə. Və yaxud has got da yenə istifadə edə bilərik. Bir dənə də keçmiş zamana aid cümlə yazaq. Məsələn, Elnurun kitabı var idi desəm. Elnur yenə yazıram mübtədamı. Sonra var idi xəbərimi qoyuram. Xəbərim hansı zamandadır? Keçmiş zamandadır. Var idi, keçmişdə deyirəm. Onda nə olacaq? Had olacaq təbii ki. Yəni keçmiş zamanı had ilə ifadə edirik. Elnur had a book. Elnurun kitabı var idi. İndi bəs deyə bilərsiniz, bunun təkcəmi varmı? Yoxdur. Keçmiş zamanda feillərin təkcəmi olmur. İncil zamanda olur. Ona görə də istəyir mübtədamız tək olsun, istəyir cəm olsun, həmişə keçmiş zamanda had olacaq. Elnur and Akif desəm, iki şəxs. Yenə had istifadə edirəm. Elnur and Akif had a book. Elnur və Akifin kitabı var idi. Yenə də had formamızdan istifadə edirsiniz. Yəni cümlə quruluşumuzda necə olur? Birinci şəxsimiz, sonra to have feilimiz, bunu məstər formada yazıram ki, yəni dəyişik şəxsə görə, təkə, cəmə və yaxud keçmiş zaman düşə bilər. Sonra da isimimizi istifadə edirik, tanıdığımızı. Bu düsturla cümləmiz qurulur. Dedik ki, had got formamızda yoxdur. Have-ə bərabərdir, have got, has-ə bərabərdir, has got, had-ə isə bərabər heç nə yoxdur. İndi bunların bəs mənaca eynidirsə, bəs fərqləri hardadır desəz, fərqləri sual və inkar formalarındadır. Baxaq, have birinci sadə zamanda sayılır və eyni zamanda has. Had da keçmiş zamanda sayılır, sadə zamanlarda. Have got da təbii ki, inci zamanda sayılır, has got da. İkinci sadə zaman present simple sualı biz öyrənmişdik ki, nə ilə düzəlir? Köməkçilərlə düzəlir. Feil təhdidsə uşaqlar yadınızda saxlayın. Bu feilləri, sualı imkanı düzəltmək üçün bizə köməkçi feillər lazım olur. Elə ki, biz bu feillərə şah kimi baxırıq və şah öz işlərini özü görmürdünüz, köməkçiləri istifadə edir, köməkçiləri işlərini görür. Deməli, bunlarda biz köməkçi tapmalıyıq ki, sual inkarını yaratsın, bunlar yerlərindən tərpənməsin, yəni bunlara əziyyət olmasın. Sual inkarını yaratmaq üçün bizim köməkçilərə ehtiyacımız var. Köməkçi feilimizdə də do-dan istifadə edirik. Do, have feilinin sualını yaradacaq. Do köməkçi feilimiz. Burada yadda saxlayın. Do həm əsas feil kimi etmək mənasını verir, həm də köməkçi feil kimi əsas feillərə sual inkar yaradır. Köməkçi feil olduqda isə heç bir məna ifadə eləmir. Mənasını itirir, sadəcə sual yaratma funksiyasında rol alır. Have feilimiz cəm olduğuna görə, do da cəm formu olduğuna görə sualı do-la yaradır. Has feilimiz təkdə olduğuna görə, deməli sualı tək formanla yaratmalıyıq. Do-nun təki nədir? Does-dır təbii ki. Görürsünüz, s-lər təkliyi bildirir feildə. Does ilə sual yaradır. Had hansı zaman? Keçmiş zamandır. Do-nun keçmişi nədir? Did-dir. Deməli, had-in sonunda did ilə istifadə edirik. Bir də onu da yadda saxlayaq ki, bunlara sual inkar yaradanda həmişə feillər qayıdır birinci formasına, yəni have-ə qayıdacaqdır. To have məstər formadır. Təki has, keçmişi haddir.
Biz həz və hədə sual verəndə, həv onsuz da birinci formadır. Həvə sual verəndə elə olduğu kimi qalır. Həz və həd feili olan cümlədə sual yaratdığımızda həz ilə hədi qaytarmalıyıq birinci forması, yəni həv formasına qaytarıb istifadə eləməliyik. Olduğu kimi saxlasaq cümlə yanlış olacaq. Deməli, bu oldu bunların sual forması. İnkarını da deyək. İnkarda bunların üstünə not əlavə olunacaq. Not bildirişi inkarlıq bildirir də, düz demə? İngilis dilində not inkar hissəciyidir. Do not'un qısaldılmışı necə olacaq? Don't. Buraya yazaq qıraqda. Don't. Do ilə not birləşir. O nəyə çevrilir? Apostrofa çevrilir. Does not'un qısaldılmışı. Yenə does'la notu birləşdiririk. O çevrilir nəyə? Apostrofa çevrilir. Did not'un qısaldılmışını. Yenə did ilə notu birləşdiririk bir-birinə. O nəyə çevrildi? Apostrof. Bu da oldu qısa versiya. Didn't. Sadəcə orada yadda saxlamalı məqam onu çevirsiz apostrofu. Başqa əzbərlənəsi bir şey yoxdur orada. Bu oldu have has hədimizin sual və inkar forması. Cümlələri işlədəsi anlayasınız. Baxaq have got has got-a. Have got has got-a neçə söz görürük? 2 söz görürük. 2 söz varsa, feil 2 hissəlidirsə, onun heç bir köməyə ehtiyacı yoxdur. Öz işini görəsidir. Bir yerdə işlərini görəsidilər. Yenə burada həvlə həzimiz yerindən tərpənmir, şah olaraq qalırlar. Got sözlərimiz isə yerini dəyişərək, daha doğrusu həv və həz yerindən tərpənir, got olduğu yerdə qalır. Burada artıq şahımız got sözlərimizdir. Həv isə yer dəyişmə edir. Həv burada şah olaraq funksiyasını itirir. Necə yer dəyişmə olur? Təsdiq cümlədə həvin yerini dəyişirik qabağa, keçiririk, got olduğu yerdə qalır. Eyni zamanda həzin yerini dəyişib qabağa keçiririk, got olduğu yerdə qalır. İnkarda da bunların arasına not hissəciyi qoyuruq və salam. Do, does, did-ə ehtiyac yoxdur. Have got-un qısaldılmışında gəlir birləşir, haven't got olur. Got ayrı yazılsın. Has got-un qısaldılmışı yenə has ilə not birləşir, hasn't got şəklində yazılır. İndi baxaq cümləmizə. Məsələn, bayaq bir cümlə yazmışdım. He, tutaq ki, he ilə has işlənir, düzdür, inci zamanda. He has a book, onun kitabı var. Burada yazaq, he has got a book, onun kitabı var. Dedi ki, təsdiqdə heç bir-birindən fərqi yoxdur. Eyni mənanı ifadə edir. He has a book, onun kitabı var. He has got a book, onun kitabı var. Dedik ki, has feili əsas feildir və şahdır. Sual yaradanda yerindən tərpənəcək, xeyr, tərpənməyəcək. Köməkçidən istifadə edəcəyik. Has'ın köməkçisi nədir? Does'dır. Deməli, başa yazacağıq. Does. Cümlədə olduğu sırada qalır. Cümlədə dəyişiklik eləmirsiniz. Sadəcə başa yazırsınız does. Does. Sonra he. Bir də fikir verir ki, bayaqlarım dedik ki, feillər nəyə qayıdır? Birinci formasına. Has nəyə qayıdacaq? Birinci forması nə idi? Have idi. Deməli, has dəyişib olur. Have. Does he have a book? Onun kitabı var. Artıq oldu nə cümləsi? Sual cümləsi. Burada çətin bir şey yoxdur. Sadəcə he ilə have işləmir, düzdür? Təsdiqdə. He has olmalıdır mütləq. Amma sual veririksə, has'in köməkçisi does olduğuna görə does gəlir qabağa, cümlə olduğu sırada qalır. Sadəcə has dəyişib olur, have. Nəyə görə dəyişir? Çünki onsuz da burada does təkliyi bildirir. Bizim artıq ikinci təkə ehtiyacımız yoxdur. Ona görə qaytarırıq birinci formasını. Və yaxud have'in sualını yaradaq. They have a table. Table nədir? Stol. Onların stolu var. Bunun sualı necə olacaq? Onların stolu var. Have'in sualı dedik ki, nə ilə yaranır? Baxsaq, nə ilə yaranır? Do köməkçi feili ilə yaranır. Deməli, yenə başa do yazırıq. Cümlədə heç bir dəyişiklik olmur. Have zaten dedik ki, birinci formalı olduğu kimi qalır. Sadəcə olaraq bu cümlə, they have a table, onların stolu var. Bu cümlənin sualını yaratmaq istəyirsiniz, bir dənə başa do qoyursunuz və salam. Cümlə hazır olduğu kimi istifadə edirik. Do they have a table? Onların stolu var. Artıq nə yarandı? Sual cümləsi yaranmış oldu. Çətin bir şey yoxdur. Bir dənə də baxaq keçmiş zamana. We had a pen. Bizim qələmimiz var idi. Keçmiş zamanda deyirəm ki, var idi, indi yoxdur. Hədin sual dedik, nə ilə yaranır? Hansı köməklə? Didlə. Yenə başa yazırıq. Did.
Hətta dedik ki, feil, həd və həz nəyə qayıdır? Birinci formasına. Birinci forması da həv sayılırsın. Deməli, cümlə olduğu kimi çözülüb, sadəcə hədi dəyişirik, həv ilə əvəz edirik. Başqa dəyişiklik eləmirik. Başa did yazırıq, hətta qayıdır olur həv. Niyə qayıdır? Çünki did keçmişi bildirir, bizim başqa keçmişə ehtiyacımız yoxdur. Ona görə qayıtmadı məstər formasına. Did we have a pen? Bizim qələmimiz var idi. Bu da oldu sual forması. Deməli, həzin sualını dazla yaradırıq, həvin sualını do-la yaradırıq, hədin sualını didlə yaradırıq. Və üçü də cümlənin başında yazılı sual olması üçün həz ilə hədd də nəyə qayıdır? Həv formamıza qayıdır. Həvdə isə dəyişiklik baş vermir, çünki məstər formada, birinci formada olduğu kimi qalır. İndi bura baxsaq, dedik ki, burada sual necə olacaq? Çox rahat qaydada, bu daha rahatdır sizin üçün. Həzi keçirirsiniz qabağa, avtomatik olur sual cümləsi. Has he got a book? Yerdə nə qaldısa onu köçürürük. Həz keçirdisə həzi silirik də, düzdür? Həz gəldi qabağa. Həzi qabaqda yazıq, yerdə nə qaldı? He got a book. Olduğu sırada yazırıq. Has he got a book? Onun kitabı var. Artıq oldu sual cümləsi. Və yaxud have-a uyğun yazaq. We have got a table. Bizim stolumuz var. Burada dedik ki, they have a table və yaxud we have a table da deyə bilərik. Yanında got olmadığına görə köməkçilər çəkir işə. Do we have a table olacaq. Burada yanında got var deyə bizim do-daza ehtiyacımız yoxdur. Have keçir qabağa, olduğu kimi də yazırıq cümləmizi. Have keçdi qabağa, yerdə nə qaldı? We qaldı. Sonra nə gəldi? Got, have-i sildik, çünki keçdi qabağa. A table. Have we got a table? Bizim stolumuz var. Artıq oldu nə cümləsi? Sual cümləsi. Çox rahat qaydada suala keçirik. Dedik ki, had got formamızda yoxdur. İndi baxsaq inkarlara. Gəlin elə bunun inkarına davam edək. Desəm ki, onun kitabı yoxdur. He has got a book. Onun kitabı var deməkdir. İnkarda dedik, nə edirik? Sadəcə araya not qoyuruq. Burada do does did-ə ehtiyac duymuruq. He has not got a book. Bu şəkildə yazırıq. Onun kitabı yoxdur. Has notun qısaldılmışı nədir? Hasn't şəklində gedir. Hasn't got şəklində yaza bilərsin. Və yaxud bizim we have got a table. Bizim stolumuz var. Bizim stolumuz yoxdur, necə olacaq? We have not got və yaxud qısaldılmışı necə olacaq? Birləşəcək have-lə not, o apostrofa çevriləcək. Haven't got a book. Bizim kitabımız yoxdur. Bu da oldu inkar formamız. Sonra baxaq bunların inkarına. Deməli, he has a book, onun kitabı var. Sualda nədən istifadə edik? Does köməkçi fe'limizdən. Does he have a book, onun kitabı var. İnkarda da dedik ki, bu köməkçilərə do, does deyə nə əlavə edirik? Not əlavə edirik. Not əlavə edirik və cümləmizi yazırıq. Deməli, he şəxsimizi qoyduq. Artıq burada do, does qabaqda yazılmış, çünki sual cümləsi yaratmır, inkar cümləsi yaradır. He has oldu təsdiqdə. Həzin inkarı uşaqlar, həz təhdə olduğuna görə nə ilə sual yaratmışdıq? Does'la. Does'la sual yaradırsa inkar nə olacaq? Doesn't olacaq təbii ki. Not əlavə edirik. Həz də deyirik nəyə qayıdır? Have-ə qayıdır. Həm sualda, həm inkarda həz mütləq qayıtmalıdır have-ə. He doesn't have, onun yoxdur. He has, onun var. He doesn't have, onun yoxdur. Bu qədər sadə. Sadəcə fikir verirsiniz ki, həz qayıtmalıdır have-ə. Cümlədə də şəxsimiz gəlir, sonra xəbərimiz gəlir. Yəni, təsdiq cümlənin sırasına gəlir, mübtəda, sonra xəbər. Deməli, şəxsi qoyuruq, sonra xəbərimizi qoyuruq. Sualda, amma köməkçi keçdi qabağa. Və yaxud, we have, bizim var. Bizim yoxdur desəm necə olacaq? We, have-in sualı nə ilə yaramışdı? Do-la. Delə, inkar nə ilə olacaq? Don't-la olacaq. We don't have, bizim yoxdur. Məsələn, kitab gələn, bizim kitabımız yoxdur. Fikir verilirsə, mübtədamız, sonra da xəbərimiz gəldi. Yəni, burada cümlə sırası bizi çaşdırmasın. Sualda do-da keçdi qabağa, amma inkarda elə olduğu kimi mübtədadan sonra yazılır və fikir verirsiniz nəyin qabağında? Həvhəzin qabağında istifadə edilir. Əsas feilin qarşısında yazılır, inkar forması. Burada həvhəz olmaqlı, məsələn, başqa feil olsun, getmək feili. Əsas feil kimi işləyibsə, deməli, onun qarşısında köməkçilər yazılaraq inkara düşür. Bu belə. Sonra nə qaldı? He has, we have, bir də keçmiş zamanı inkarına baxaq. We had a pen. Bizim qələmimiz var idi yazmışdıq. Düzdür. Bunun inkarı necə olacaq? Yenə şəxsimizi yazırıq.
Hədin sualı didlə inçarlı, did not olduğuna görə dedi ki, harda yazırıq? Have has haddən qabaqda yazırıq. Yəni mübtəda sonra xəbər gətirməliyik. Didn't da xəbərin bir parçasıdır. Hədin inçarı sualı didlə, inçarı did notla, deməli didn't. Hətta dedik ki, sualda nəyə qayıdır? Have, deməli inçarda da have qayıdır birinci formasına. We didn't have a pen. Bizim qələmimiz yox idi. Birinci cümlədə deyil, bizim qələmimiz var idi təsdiqdə, keçmiş zamanda. İkinci cümlədə bizim qələmimiz yox idi, keçmiş zamanda, amma inçar formada istifadə edirik. Deməli, ümumiləşdirsək, sualda do, does dil istifadə edirik. Have və has feili və had feilinin. İnçarında isə don't, doesn't, didn't istifadə edirik. Hər iki halda has və had qayıdır birinci forması, yəni have qayıdır. Sualda do, does, did başda yazılır, cümlə olduğu kimi köçürülür. Heç bir dəyişiklik olmur, sadəcə haslə had dediyimiz kimi qayıdır have. İnçarda isə mübtədadan sonra don't, doesn't və didn't köməkçilərimizi istifadə edirik. Yenə də cümlənin olduğu kimi köçürürük. Has və had-i have qaytarmaq şərti ilə cümlənin olduğu kimi köçürürük. Yəni sıralamada sizi çaşdırmasın, sıralamada heç bir dəyişiklik olmur. Sadəcə olaraq hara keçir? Mübtədadan sonraya keçir inçarda. Əvvəldə isə mübtədadan sonraya keçir. Əvvələ keçir. Yəni mübtədaya bax, əsas götürürük. Mübtədadan sonraya inçarı qoyuruq, mübtədadan əvvələ sualı istifadə edirik. Have got, has got isə rahat qaydada have has önə keçir sualda, inçarda da arasına not qoyuruq, cümləmiz hazır olmuş olur. Sonra, məsələn, bir Azərbaycanca cümlələr yazaq, İngilis dilinə çevirək. Onların çoxlu pulu var. Necə çevirək bu cümləni? Onların çoxlu pulu var. Deməli, onların var, birinci gələcək. Onların var, nədir ingilisində? They, onlar, var, malik olmaqda, have, düzdür və yaxud have got da deyə bilərik. They have və yaxud have got nəyi var? Çoxlu pulu. Pul nədir? Money. Çoxluda pul sözü təyin edildiğine görə qabaqda gəlməlidir, təyin edici olduğuna görə. Pul sözü sayılmadığına görə çoxlu yerinə much qoya bilərəm və yaxud a lot qoya bilərəm. Many amma qoya bilmərik. They have much money, onların çoxlu pulu var. Və yaxud they have got much money, onların çoxlu pulu var. A lot of money istifadə edə bilərik. Deməli, mübtədamız gəldi, xəbərimiz, sonra da isimimiz istifadə elədik. Onların çoxlu pulu var idi, gəlin keçmişdə yazaq. Keçmişdə dedik ki, have-in qarşılığı nədir? Had-dir. They had, onların var idi və yaxud had got yaza bilərikmi? Yox, yaza bilməyik, düzdürmü? Çünki had got formamız yoxdur. Deməli, bir dənə had yazır. They had much money. Onların çoxlu pulu var idi. Sual versək necə olacaq hədə? Dedik, nədən istifadə edirik? Did köməkli feilindən. Harda yazılır? Mübtədadan qabaqda sualda. Did, they, had qayıdır nəyə? Have birinci formasına dedik ki, qayıdır. Did they have much money? Onların çoxlu pulu var idi. Bu da oldu sual cümləmiz. İnçarda neyniyəsiyi? Mübtədadan dedik ki, sonraya inçar qoyuruq. Düzdür. They, deməli, didin inçarı nədir? Did not, didn't. Have olduğu kimi qalır. Yəni, had qayıdır have, olduğu kimi qalır have. They didn't have much money. Onların çoxlu pulu yox idi. Bu da oldu keçmişin inçar zamanı. Bura baxsaq, they have-in sualı necə olacaq? Have-in köməkçisi nə idi? Do idi. Bir dənə başa do yazırıq, cümləmiz hazırdır. Do they have much money? Onların çox pulu var idi. Bu da oldu sual cümləmiz. İnçarı necə olacaq? Mübtədadan sonra don't qoyasıq və sonra cümləmiz hazırdır. They don't have, onların yoxdur. Much money, çoxlu pulu. Have got'un sonunda da dedik ki, have keçir qabağa. Have they got much money. Bu şəkildə davam edirik.